O, Şaxta baba hədiyyə gətirib mənə. Yox qızlar, bayrama hələ 15 gün var. Bu mənim Arifə ilə olan dəvətli sponsor hədiyyəmdir ki, şirkət hər kataloq müddətində, yəni hər iş sessiyasında bizə belə möhtəşəm məişət texnikaları, yeni kolleksiyalar və daha nələr hədiyyə göndərir. 16-cı iş sessiyamızın hədiyyəsi isə bu gözəl toster idi və təbii ki, bunu mən də qazanmaq istədim, bunun üçün çalışdım. Şərtlər isə çox sadə idi. 5 dostunu dəvət et, hədiyyəni qazan. Mətbəximin yeni sakini artıq öz yerini alır. Təlimat kitabçasını oxuduqdan sonra işə başladıq. Evdə tosterimiz yox idi. Oğlum da çox maraqla istifadəyə başladı. Mənə maraqlı idi nə üçün bu məhsul AVL adlandırılır. Çünki həm elektron göstəricisi var, həm istiliyi artırma gücü. Eyni zamanda soyuducuda donmuş çörəyi saniyələr içərisində qızardır. Arifliyim hər zaman brend markalarla əməkdaşlıq edir və hər 21 gündən bir bu kimi gözəl əşyaları bizə hədiyyə edir. Vaxt itirmə, elə indi qoşulmaq üçün mənə yaz. İş sistemi ilə səni tanış edim. 3 həftədən bir olan qazanc, hədiyyələr, həftəlik endirimlər səni gözləyir. Mən düşünürəm ki, hədiyyəni sevməyən qadın yoxdur. Şirkət isə partnyorların hər zaman saysız hədiyyələrlə sevindirir. Əziz xanımlar, siz də evinizdən onlayn çalışaraq bütün bu imkanları əldə edə bilərsiniz.